LG markalı paltoyanla bağlı sizə bu günləri bir dənə şey göstərəcəm. Diqqətlə baxın axıra qədər. Əgər paltoyanınız işləyə-işləyə uşaq gəlir qurdalayırsa, məsələn, qurdalayır düzdür paltoyanınızı, söndürür, yandırır, sizi incidir də. Uşaq gəlib bir də sıfırdan başlayır. Onun üçün nə edirsiniz? Baxın bu kompkanı basılı saxlayırsınız. Yandırandan start verəndən sonra bu kompkanı basılı saxlayırsınız. Bura cıllı yazacaq. Ondan sonra əlinizi çəkirsiniz. Əlinizi çəkəndən sonra uşaq gəlib neynəsə də istəyir söndürüb yandırsın, olduğu yerdən davam edəcək. Bu kimi videoları əgər istəyirsinizsə görmək, səhifəmi takib alın ki, çox videolar çəkmişəm. Bundan öncəkilərdə sizin qabağınıza çıxacaq avtomatik. TikTok'un özəlliyi odur ki, siz bu anda məni takib edəndə köhnə videolarım sizin qabağınıza çıxacaq və zaman-zaman hər şeydən məlumatınız olacaq. Təmirlə də bağlı kimin nə sualı var, nömrəm səhifədə var. Zəng edin, düzəldək. Görülən işlərə də qarantiya verilir, yazılı sürətdə. Kimin nə sualı var, zəng edə bilər. Düzəlməyən paltoyan yoxdur. Videoya axıra qədər baxın, dediyimi eləyin, əgər belə bir probleminiz varsa. Belə bir video üçün heç olmasa bir dənə yorumda bir dənə sağ ol yazsanız bəs edər. Bir dənə sağ ol yaza bilərsiniz. Mən sizə faydalı bir iş görürəm, siz də mənə bir sağ ol deyirsiniz, heç olmasa.